Salam hörmətli izləyicilər, test proseslərinin avtomatlaşdırılması ilə bağlı sizə rahat və sürətli bir üsul deyəcəyəm. Yəqin ki, hər birimizin işində prosesin avtomatlaşdırılması çox vacibdir və mən istəyirəm bu günləri AI tətbiq eləməklə sadə və rahat bir yolla sizə necə avtomatlaşdırılmasını göstərim. Deməli, mən sadəcə Cloud-a daxil olmuşam, Cloud AI-ya və belə bir prompt yazmışam və bu promptu bura qeyd eləməklə AI-dən mənə bir Automation Framework hazırlamasını istəyəcəyəm və həmən Automation Framework hazırlanandan sonra mən daha sonra həmən hazırlanan proyekti öz IntelliJ-imdə və ya başqa IDE-də açıb run eləyib nəticəsini görə biləcəm. Həmçinin ondan istəyirəm ki, mənim üçün burada da run eləyib mənə göstərsin. Deməli, mən burada nə yazmışam? Yazmışam ki, demək, Java proqram dilində Cucumber BDD framework-ü yaratsın mənim üçün. Bilirsiniz ki, BDD Cucumber o dildir ki, daha çox biznesin və texniklərin başa düşəcəyi bir dildə yazsın. Həm onu biznes oxuyanda anlasın ki, yazılan automation nədən ibarətdir. Yəni, tək texniki bir şəkildə yazılmasın bu kodlar. Həmçinin biznesin oxuya biləcəyi, yəni kənardan bir adamla oxuyub başa düşə biləcəyi bir dildə yazılsın. Bu Gerikinin bir dənə gelişmiş bir formasıdır. Daha sonra mən yazmışam ki, WebDriver 3 browser ilə işləməlidir. Yəni, həm Chrome, Firefox və Edge frameworklər belə bir şey yazmışam. Özü başa düşür onsuz da nədir. Və bu driverləri dinamik dəyişməyim üçün mənə kömək eləsin. Bir növ konfigdə bu dinamik dəyişmə alınsın. Bu şəkildə əlavə nələr lazımdır mən bu şəkildə yazmışam. Daha sonra isə nə etmişəm? Test framework-ün vacib olan burada əlavə texniki şeyləri də burada yazmışam və bu icra olunan automation testlərin nəticələrini mənə göstərməsi üçün bu şəkildə qeyd eləmişəm. Bu mənim test ssenarimdir. Mən test ssenarilərindən birini bura qeyd eləyirəm və mənə istəyirəm ki, bunu mənim yaradacağım proyektdə mənim üçün bu testi həm icra eləsin, həm də bunu yaratsın ki, mən daha sonra bunun adını da yaza bilim, əlavə case'ləri yaza bilim. Mənim üçün bir strukturu bu formalaşdırsın. Əlavə olan şeyləri də burada qeyd eləmişəm. Əslində mən həmən bu promptu da bir xarici bir saytdan əldə eləmişəm və özüm işlədim. Mən nə etdim? Götürdüm Cloud-a yazdım ki, mən belə bir prompt yazmışam. Bunu mənim üçün daha da yaxşı hala gətirib. O da mənim üçün daha bir yaxşı hala gətirib, bu şəkildə gətirib və bunun nəticəsi də budur. Baxın, belə. İndi mən bunu yenə kopyalayıram. Gələm burada yeni bir səhifə açıram. Yazıram ki, bu şəkildə yazıram ki, mənim üçün bir proyekt yaratsın və run eləyirəm, mənim üçün bir proyekt yaratsın ki, mən həmən proyekti aparıb IntelliJ-də işlədim, IntelliJ-ə əlavə eləyim, bir IDE-yə əlavə eləyim. Daha sonra isə həmən IDE-də əlavə case'lərimi yaza bilim, həmən IDE-də mən bunu run eləyib nəticələrini görə bilim və işləyir. Cloud işləsin. Bu şəkildə, sürətli şəkildə sanki siz artıq automationu özünüz yazmırsınız. Bunu əvvəl, məsələn, oturub özün yaratmalıydın, bu Java dilində bunları hamısını yazmalıydın. Amma sürətli şəkildə görürsünüz ki, artıq AI bunu özü həmən proyekti yaradır və sizə sürətli şəkildə bunu verir. Adını da əlavə case'ləri özünüz yazmalı olacaqsınız və yaxud da ki, onun üçün də əlavə üsullar var ki, mən gələcəkdə o ilə də bağlı videolar çəkib qoyacağım inşallah. Bu bitsin, davam edəcəm. Dostlar, deməli bitdi. Mənim üçün Cloud AI mənim üçün belə bir automation login zip faylı yaratdı. Mən həmən zip faylını yükləyəcəyəm və həmən zip faylını daha sonra ekstrakt edib IntelliJ-də açacağam. Deməli, bunun içərisində nələr var, onları sizə göstərim. Deməli, buna daxil olaq. Bu şəkildə yükləndi. Deməli, içinə daxil oluram və mənim dediyim cürə mənim üçün yaradıb. Deməli, page'lər, utils səhifəsi, driver səhifəsi yaradıb. Page'in içərisində də page obyekt model istifadə elədiyi üçün base
page yaradıb, home page, login page yaradıb və mən bu şəkildə daha sonra buradan bunu əlavə edəcəm. Bu şəkildə mən öz idemdə bunu açacağım və buradan göstərəcəm. Baxın, mənim yazdığım, orada promptda yazdığım kimi mənim üçün belə bir strukturda yazıb və içərisinə mən lazım olan hər bir şeyimi qeyd edib və mən buradan daxil olub öz testlərimi görə biləcəm. Bu tərəfdə Java-nın içərisində hər bir fayl var, runners. Bu şəkildə testim də buradadır. Və bu şəkildə run edə bilərsiniz və daha sonra baxın, page'imin içərisində nələr klik olunur, nələrə qeyd olunur, hər bir şey burada var. Home page'imin içərisində olan bir şeylər. Baxın, daxil ol səhifəsi buradadır. Daxil ola demişdim, klik elə budur. Login page'ində olan bir şeylər. Hamısını tapıb mənim üçün burada gətirib qeyd edib. Bu şəkildə. İndi ola bilər ki, hər hansı bir xəta çıxsın, onu da gərək siz özünüz düzəldəsiniz və yaxud da ki, elə həmən IDE-də, həmən IA ilə danışasınız ki, bu sizə kömək eləsin ki, bunların hamısını düzəlsin. Afterstep bu cür annotationlardan da istifadə edib. Bu şəkildə, yəni buna əslində siz özünüz yazmaqdansa bu şəkildə sürətli bir şəkildə IA sizə kömək eləyir. Müasir zamanədə də IA-ya köməkliyinə mütləq biz istifadə etməliyik. Çünki bunu əllə yazmağımız xeyli vaxtımızı alardı. Amma sürətli şəkildə bunu elədiyi üçün biz gərək bu köməkliyindən istifadə eləyək ki, həm bilmiş olaq, həm də ki, işimiz daha sürətli geçsin və əl əməyi daha azalsın, texnologiyanın əməyi daha çoxalsın. Təşəkkür edirəm dostlar izlədiyiniz üçün. Ümid edirəm sizə istifadə edib nəticəsini özünüzdə görərsiniz. Təşəkkürlər.